Herkese selam dostlar, ben Samir. Bugün sizlerle yepyeni bir videoyla daha karşınızdayım. Bugün sizlere ne göstereceğim yandan çıktı. Ne göstereceğim? Bugün sizlere en gülmeli 15 marka, yani firma adlarını size göstereceğim. Daha çok böyle videoların gelmesini isterseniz tabii ki de bunu like atarak bana bildirirsiniz ve videomuza geçelim. İlk gülmeli şekil bir bank adı. Ekranda siz görürsünüz. Adı Ambankadır. Yəni belə görən bankanın adını qoyanda nə fikirləşiblər? Təsəvvür edebilirsiniz ki, birinə bu Ambanka harda yerləşir. Nəysə, növbəti şəkil. Bu şəkildə isə şirkət adıdır. Ekranda siz görürsünüz. North Amerikada yerləşir bu şirkət. Adı Osurdur. Ayda təsəvvür etsə deyirlər ki, harda işləyirsən, deyirsən ki, Osurda. Üçüncü en gülməlisi budur fikrimcə. Benzincinin adını qoyublar Sik. Yəni belə bir şey olmaz. Təsəvvür elə, yolla gedəndə deyirsən Sikədən benzin vuracam. Növbəti şəkil. Bu şəkildə də şərab adıdır. Ya siz görürsünüz bu ekranda. Adı Yarra Yering. Yarra Yering. Yəni çox adam bu mənasını başa düşməyəcək, amma türklərdə bir söz var. Yarra. Yarranı ye, nəsə belə bir söz var. Ona görə nə üzr istəyirəm hamıdan. Belə bir şəkil. Növbəti şəkil isə bu şəkildə isə kamera. Bu şəkildə isə, yəni 5-ci şəkilimizdə isə ekranda gördüyünüz kimi qida kapsuldur. Adın türkçə, Azərbaycanca kapsul. Kapsülü. Bunun adı götür kolladır. Yəni çox maraqlı adı var. Görən bu adı qoyanda nə fikirləşiblər? Vəbşi, yəqin ki bu qida kapsulunu aptekdə zətdə satarlar. Aptekə girəndə deyirsən ki, mənə bir dənə göt kolla ver də. Növbəti şəkil. Mobil ödəmə uygulamasıdır. Adı Boku Pay by Mobile'dır. Ekrandan görürsünüz. Bokudan kondur bırak. Bu adı qoyanda nə fikirləşirlər ya. Bundan daha sonraki şəkil. Video açmamış gülməyə başladım. Ekranda da gördüyünüz kimi bu saç ürünüdür. Adı Göt 2B'dir. Göt 2B. Bəli. Yəni bunu da Sedaflar B'dən götürüblər yəqin. Sedaflar B'dən götürüblər. Üstünə də yazıblar Beat Tripping. Elə bildim o başqa söz. Göt 2B. Və girirsən bunu da yəqin aptekdə satırlar. 2B'nin nə olduğunu bilməyən adamlar gelib aptekə ki, mənə bir dənə göt ver də. Növbəti, yəni 8-ci. Bu şəkildə isə açıq dənizlərdə kullanılan bu güvənlik sistemi Amber. Məntiq yoxdur, Allah haqqı. 9-cu şəkil ekranda da gördüyünüz kimi ismini dəyişdirmədən ölkəmizdə mağaza açan bu marka. Sıcız. Yəni bu adın yəqin türklərdə başqa məna verir. Sıcız. Yəni başa düşmədim. Növbəti şəkildə isə, yəni 10-cu şəkil. Bu da firmadır. Tarım ilaçları satan bu şirkət. Qorxdum hə. Qonşudan səs gəldi. Adı Sikko Industries Ltd-dir. Sikko Industries. Allah bilir. Ağıl yoxdur bunları qoyanda ya. Bəlkə də var, prosta ağılları var. Biz belə şeyləri səhv başa düşürük. Yəni konkret yozuruq. Amma yenə də gülmək üçün əla bir şeydir. Növbəti şəkildə isə sancılı sonuçlar doğrula biləcək bu sera ürünləri markası. Adı ekrandan görürsünüz. Koduk Greenhouse. Koduk. Növbəti şəkil isə çocuk oyunları yapan bu oyuncaq markası Popo. Bu gülməli deyildi. Növbəti şəkildə isə Amerikadakı bu onlayn gəlişim platformu Sigue.
Segue Development. Segue. Bu da o qədər gülməli deyil. Növbəti, yəni 14-cü şəkil mərdiven markasıdır. Dolly. Sakit də, video çəkirik. 2 gündür bu səsə görə video ata bilmirəm. Nəysə, 14-cü şəkil Dolly'dir. Ekrandan görürsünüz. Yəqin ki, oxunuşum mən səhv oxuyuram, amma Dolly heç gülməli deyil. Bunu elə belə ora qoyublar yəqin. 15-ci şəkil isə erkek modasında harikalar yaratan bu marka. Skim. Skim də marka. Ayda, Skim. Gülməli marka adıdır. Növbəti, yəni ən sonuncu. Bu da oha, 20 dənəymiş. Restoran adı var. Aman Bombok Garden Restaurant. 17-ci şəkil bu Macavrun şirkətidir. Siker. Elə həvəzlə oxuyuram ki, Siker. 18-ci şəkil bonus şəkildir. Məzarlıqdır. Üstünə yazıblar ölmə valla. Dostlar, daha çox belə videolar gəlməsini istəyirsinizsə, təbii ki də like ataraq mənə bildirərsiniz və məni aşağıda qoyduğum, açıqlamada yerləşdirdiyim Instagram səhifəmdən takip etməyi unutmayın və tezliklə sual-cavab videosu olacaq və öz sualınızı Instagram səhifəmdə paylaşdığım şəklin altına yaza bilərsiniz və bu danışdığımdan sonra Instagram səhifəmdə 1 ilə 100 arasında yadınızdadsa rəqəm seçməyinizi istəmişdim və qalibləri bu danışdığımdan sonra sizə deyəcəm. Əgər sən də elə ki öz adını mənim YouTube kanalımda eşitmək istəyirsənsə, açıqlamaya qoyduğum Instagram səhifəmi heç bir zaman takip etməyi unutma və sağ olun, salamat qalın. Unutmayın, hamımız ürəksiz. Sağ olun.